Bərəkət çoxluq deməkdir, amma hər çoxluq yox. O çoxluq ki, içində səadət var. İçində bədbəxtlik, içində peşmançılıq, içində insanı azdıran çoxluq yox. Çünki Quran bəzi yerdə çoxluğun həlakətə səbəb olduğunu da qeyd edir. Təkasür surəsində məsələn. Bərəkət odur ki, çoxdur, mənfəəti çoxdur, xeyri çoxdur. O çoxluq həcm cəhətdən deyil. O çoxluq, yəni istifadəsi fayda baxımından daha çoxdur. Nəinki rəqəm, ədəd cəhətindən çoxdur. Bərəkət çoxluğa, bolluğa deyilir. Maddi şeylərdə də bunu biz misallar çəkə bilirik. Məsələn, hətta biz ömürdə də deyə bilirik. Məsələn, bərəkətli ömür, bərəkətli ruzi, bərəkətli elm, maddi və mənəvi şeylərdə. Burada məqsəd bərəkətin mənası budur ki, çoxluq faydası olan və o fayda ki, o faydada insanın səadəti var, xoşbəxtliyi var və davamlıdır. Rağib müfrədatında, o lüğət əsərində orada qeyd edilir ki, davamı olan və insanı Allaha çatdıran çoxluqdan gedir söhbət. Bərəkət odur. Allah bərəkət versin, Allah bərəkət desin. Hər hansı bir şeyin bərəkətindən məqsəd budur. Çoxluq bu mənada.